Neçə vaxtdır sizə deyirəm ki, ölümsüzlük, əbədi yaşamaq artıq nağıllarda və yaxud da miflərdə olan bir nəsnə olmayacaq. Və həqiqətən də bununla bağlı bir çox araşdırmalar edilir. İnsanoğlu əlindən gələn edir ki, ölümə qalib olsun. Və nəhayət genimizdə elə bir məqam, elə bir yer, elə bir molekula tapıblar ki, ona təsir eləməklə qocalığın qarşısı alınır və hətta insanı cavanlaşdırmaq da mümkün olur. İzləyək. Amerika Birləşmiş Ştatlarının Michigan Universitetinin alimləri uzun ömürlülüklə əlaqəli genin fəaliyyətini araşdıraraq orqanizmin ömrünü sərt pəhrizlər tətbiq etmədən uzatmağın mümkün ola biləcəyini müəyyən edib. News Medical jurnalında dərc olunan tədqiqatda OXR1 adlı genin hüceyrələri oksidləşdirici stressdən qorumaqda və yaşlanma prosesini ləngitməkdə mühüm rol oynadığı göstərilib. Tədqiqatçılar müəyyən ediblər ki, bu genin aktivləşməsi hüceyrə zədələnməsini azaldır, beyin və əzələ hüceyrələrinin funksiyasını qoruyur. Məhz bu mexanizm kalori məhdudiyyətinin bədəndə yaratdığı faydalı təsirləri təqlid edir. Beləliklə, gələcəkdə bu genin fəaliyyətini artıran dərmanların hazırlanması yaşla bağlı xəstəliklərin qarşısını almağa kömək edə bilər. Alimlərin fikrincə, bu tapıntı uzun ömürlülük sayəsində mühüm addımdır və pəhriz məhdudiyyətinə ehtiyac olmadan sağlam qocalma strategiyalarının əsasını qoya bilər.